Zərdüştdən soruşurlar, səndən sonra peyğəmbər olacaqmı? Zərdüş deyir ki, Allah məni göndərdi ki, mən doğrunu yalandan, xeyri şərdən ayırım. Ancaq mən bunu sona yetirə bilmədim. Mən də insanım və ölümlüyəm. Ancaq məndən sonra mənim kökümdən, mənim nəslimdən üç savuşand, yəni xilaskar deməkdir. Üç xilaskar peyğəmbər dünyaya gələcəkdir. Dünyanı onlar xilas edəcəklər. Onlar deyir, Kansava suyunda o meydana gələcəklər. Və məhz onlar nemətdir. Bu dünya üçün. Zərdüşt doğrudan da onun dediyi, baxırsan, bu necə olur ki, üst-üstə düşür, bu təsadüfmü, bu bir qanuna uyğunluqmu? Amma Zərdüştdən sonra həqiqətən də Musa peyğəmbər, İsa peyğəmbər və Həzrəti Məhəmməd peyğəmbər, Məhəmməd əleyhissalam, üç peyğəmbər dünyaya gəldi. Amma bir şey var ki, bu üç peyğəmbərin heç birinin kitabında Zərdüşt kitabları əlbəttə Allahın kitabıdır. Mən belə inanıram. Heç birinin kitabında Zərdüşt haqqında bir kəlmə də yoxdur. Hətta belə düşünürəm ki, bu kitablarda Zərdüştün dini, Zərdüştizm bəlkə də batıl din hesab edilir. Unutmayaq ki, Zərdüşt peyğəmbər Musanın atası, İsa'nın babası, Məhəmməd əleyhissalamın ulu babası idi. Çünki bütün bu dinlər axtarsan Allahın vəhiyləridir. Allah tərəfindən peyğəmbərlərə göndərilən vəhiylərdir. Amma onların hamısı Zərdüştün şinelindən çıxıblar. Avestanın övladlarıdır. Mən düşünürəm ki, Tövrət də, İncil də, Quran da Avestanın övladıdır. Kim mənə bunu günah hesab edir, eləsin. Bu mütləq bir həqiqətdir. Avestanı bilənlər bunu bilir. Və Zərdüşt peyğəmbərin də doğulduğu yer məhz Azərbaycan Respublikasıdır. O Azərbaycan Respublikasının evladıdır. Burada dünyaya gəlir.